Çox böyük bir işdir. Dəvət etmək vallahi. Allahın dininə yardım etmək, dinin haqqını ödəmək, bu dini yaymaq və yayılmasında həris olmaq. Yadda saxla, əgər bu dəvət məqamındasansa, insanlara nəsə öyrədirsənsə, sən Allahın dininə yardım edirsən. Xeyrin yayılmasına səbəbsən, insan buna həris olmalıdır. Niyə görə Allahın dini yayılması? Niyə İslam dininin əhkamları yer üzərində həyata keçməsi? Niyə görə qardaşlar? Allah-u Teala rəsulları niyə göndərdi? Kitabları niyə nazil etdi? Allahın və qulların haqları yerinə getirilsin deyə Allah Teala rəsullar göndərdi, kitablar nazil etdi. Yaxşı, kim bunu eləyirsə bilsin ki, vallahi Allahın dininə yardım edən kəslərdəndir. Ənsarullah, Allahın ənsarları. Gör, necə gözəl vəsfdir. Ənsar, yəni Allahın dininə yardım edənlər, bu işi görən hər bir kəsə də aiddir. Yəni sən də Allahın ənsar qullarından olmaq istəmirsənmi, qardaşım? Bu nə gözəl addır, nə gözəl vəsfdir. Səncə belə insanlar, yəni xeyirdən məhrum olarmı? Dünya və axirət xeyirlərindən? Əsla. Çünki ənsarullah, Allahın yardım edən qullarındandır.